Əgər sən xeyir işlər görürsənsə, nəticəsini bu dünyada görməsən belə, axirətdə görəcəksən. Dünyanın sıxıntılarını qəlbinə salma. Dünyanın sahibi Allahdır. Ruzin gəlməz deyə sıxıntı və qəm-qüssə çəkmə. Ruzi Allahdandır. Gələcəyin necə olacaq deyə kədərlənmə. Gələcək Allahın əlindədir. Sən ancaq bir şeyi düşün və fikirləş ki, Allahı necə razı sala bilərsən. İbn Qayyim Rahimullah belə dedi: kim Allahın rızasını axtararsa, Allah onun işlərini asanlaşdırar və ona ən gözəl nəticələri gətirər. Allah Resulü sallallahu aleyhi və səlləm belə dedi: kimin dərdi axirət olarsa, Allah onun işlərində müvəffəq edər və zənginliyi onun qəlbinə yerləşdirər.